Allah cümlə şəhidlərimizə rəhmət eləsin. Allah onların ruhlarını şad eləsin. Bizim aramızda şəhid valideynləri, şəhid qardaşları, şəhid ailələri var, doğmaları var. Məhz Kərbəla məktəbindən ruhən qidalanıb, onu ruhunda, öz köksündə fədakarcasına yaşadan şəhidlərimizdən biri Azərbaycanımızın milli qəhrəmanı Mübariz İbrahimovun bugün şəhadət gecəsidir, şəhadət zirvəsinə ucalan bir gecəsidir. Bildiyimiz kimi bu onu bir daha göstərir ki, İmam Hüseyin əleyhissalamın məktəbi yaşayır və fədakar ruhiyyədə olan insanlar hələ də var. Biz bunu aramızda bizim qazi qardaşlarımız var. Mən onların bir neçəsi ilə elə burada hal-hazırda iştirak eləyirlər. Bəziləri ilə Cəbraildə, bəziləri ilə Xocavənddə, hətta Tuğ, Tağ kəndlərində bizim burada qazilərimiz iştirak edir. Biz o zaman müharibə gedərkən könüllü qatılmışdıq. Çağırışçı olmasaydıq da, mən qardaşlarımızla, əzizlərimizlə müxtəlif yerlərdə görüşmüşəm. Aramızda hal-hazırda. Onlar da elə qəhrəmanlarımızdır, igidlərimizdir. Bilirsinizmi niyə? Hətta onlara elə məhz bir gün biz onun adını çəkməkdə məqsədimiz onun şəhadət gecəsi olduğuna görə, yoxsa bütün şəhidlərimiz bizim istər sıravi əskərindən ta generalına dək bizim iftixarlarımızdır. Çünki onlar azadlığın, hürriyyətin simvoluna çevrilmişdilər. Məhz Mübariz Ağakərim oğlu İbrahimov, təbii ki, milli qəhrəmanımız, bildiyimiz kimi 7 fevral 1988-ci il Biləsuvar rayonunun Əliyabad kəndində dünyaya göz açmışdı. Və məhz bu gecə iyunun ayının deməli 18-dən 19-una keçən gecə, məhz bu gecə o tək başına mənfur düşmənimiz olan vandal erməni bölüyünə, hərbi hissəsinə tək başına daxil olaraq onlardan bir neçəsini, bir çoxunu qətlə yetirərək fədakarcasına şəhadət zirvəsinə ucalmışdı. Məhz o cür fədakar qəhrəmanımız şəhadət zirvəsinə ucalarkən onun 22 yaşı var idi. Baxın, bu bir daha onu göstərir ki, bir insanın, xalqın, millətin, tarixin yaddaşında qalması üçün və yaşaması üçün